Orucluqda iki dənə əsas rukun var. Oruclu ibadəti səhih olmaq üçün. Birincisi, əl-imsak anil mufattirat. Yəni, o şeylərdən ki, orucu pozur, onlardan çəkinməlisin. Ona görə fikir versəniz, qardaşlar, oruc ibadəti özü çəkinmə ibadətidir. Yəni, ibadətlər müxtəlifdir. Bəzi ibadətləri və ibadətlərin çoxsu əməl ibadətləridir. Allah səndən əmr il, nəsə eləyəsən. Məsələn, namaz eləyəsən, məsələn, həccə gedəsən. Bunlar əməl ibadətlərdir. Bəzi ibadətlər isə çəkinmə ibadətidir. Səndə çəkinmək lazımdır. Oruc vaxtı, yəni çəkinməlisin. Çünki Allah subhanahu wa ta'ala Quran-ı Kərimdə buyurur: وَكُلُوا وَاشْرَبُوا حَتَّى يَتَبَيَّنَكُمُ الْخَيْطُ الْأَبْيَضُ مِنَ الْخَيْطِ الْأَسْوَدِ مِنَ الْفَجْرِ ثُمَّ أَتِمُّوا الصِّيَامَ إِلَى اللَّيْلِ. Sübhün ağ sapı, qarı sapından sizə aydın olana dək yeyin, için. Sonra gecəyə dək orucu tamamlayın. Biz bu ayədə görürük, Bəqərə surəsində də görürük ki, gərək orucun birinci rukunu odur ki, çəkinmək. O şeyləri ki, orucu pozur.